Tamam. Ben sizin cəhəlləriniz deyirəm, çünki sizə bu bir dərs. Sizin, onda gəlin birinci qaydalardan danışaq. Müəllimə danışanda müəllimi bölməyək. Müəllimə dərsində eləmirik. Müəllimə bütün siniflə danışır. Tək sizlə danışın. Ona görə də xahiş edir. Hər sözümə cavab vermək lazımdır. Vermək istəyirsiniz, bilirsən verin. Yaxşı qızlar, yaxşı. İndi gəlin sizə belə bir sual verin. Bugünkü dərsimiz ana dili dərsidir. Gəlin sizə belə bir sual verin. Uşaqlar, söz nədir? Söz. Söz bir çıxarır. Hərflərin tutuşmasından yaranan bir söz. Aha, yaranan söz. Aha, söz hərflərdən yaranır. Onu demək istəmirdim, qaqaş, çox sağ ol. Sən sözün mənə yaranmağını dedin. Amma söz, otur qaqaş. Söz bizim həyatımızda nədir? Danışıq tərzi. Danışıq tərzi. Sonra kimin başqa fikri var? Bir qaqaş. Nitkisi, söz nitkisi. Söz yəni nitkimizdir də bizim. Bizim nitkimiz sözlərdən ibarət. Başqa kimin fikri var? Nə fikrin var? De görün. Bir şeyin mənasını bildirir. Mənasını da bildirir, o da var. İndi elə bilin ki, sözlər görün. Cümlə qura bilmərik. Danışa bilmərik. Niyə danışa bilməz? Səs çıxardarız da. Səs çıxardarız. Qabaqlar insanlar danışa bilirdi, yox. Lap keçmişdə insanlar səslə şəkillə zadı. Sonradan insanlar bir-birini başa düşəndə başladı sözlər olur. Düzdür? Başladı hər şeyə öz adını verir. Bəlkə də əvvəllər insanların da adı yox idi, çağırırdılar qız, oğlan. Düzdür? Amma indi hamımızın adı var, soyadı var. İndi elə bilin ki, adınız, soyadınız yoxdur da. Sizi nətər ayıracaq bir-birindən? Ancaq görsəm də ayıracaq. Belə məsələn, kimsə mənə desə ki, 3-cü sinifdəki qız, mən bilməyəcəm hansı qızdır. Burada görünəndə çox qız var. Ancaq əlamətlərindən düzdür. Görmüşük. Amma belə sözlə deməsə başa düşməyəcək, düzdür? Ad da olmasa bizə çətin olacaq, düzdür? İndi fikirləşin, bax, biz məktəbdə oxuyuruq, məktəbə gəlirik hər gün. Sizdə uşaqlar marker var ki, görəsiniz? Aha. Baxın, belə bir sual verim sizə uşaqlar. Deməli, biz hər gün məktəbə gəlirik, düzdür? İndi məktəbdəki dərsləri insanlar kimi fikirləşək. İnsanlar, bəli. Bir var, ən sevdiyimiz dərs riyaziyyat və yəqin. Yox, işlə də dərs götürəcəm, riyaziyyat. Ana dili deyək də, anamızda özümüzü doğma dilimiz. İngilis dili. İngilis dili. İngilis dili. İngilis dili. Yəni məktəbdə özünü götürək də, məktəbdə də, məktəbin də adı ola bilər də, düzdür? Bütün dərsləri. Yox, işlə də bəs bütün dərslər axşama kimi qapıda qalacaq. Çıxsın, məktəbə getmək yoxdur. Baxın, riyaziyyat. Fikirləşin, ancaq riyaziyyat dərsində işləyir sözlər hansıdır? Çox kəsirlə, adi kəsir. Qarışıq kəsir. Bölmə, bölmə. Bunların hamısını bir yerdə ölçü güzəl deyə bilərik. Belə terminlər də var da, metr, kilometr, santimetr, düzdür? Malaziyet. Manat sözünü də orada görürük, düzdür? Belə olaraq. Dərsində nəyi görürük? Ancaq ana dilində işlənilən sözlər. Dərs, isim, Dərs. O dərsən sözü düşman. Hissələri, bəli. Bəs məktəb yerində nə yadınızda düşsün? Təhsil. Təhsil. Mənəvi dəyərlərimiz. Bir gündə geri gəlib mənəvi dəyərlər haqqında dərs keçərəm. Yaxşı? Aha. Monitoring. Monitoring. Ne güzel.
Qızlar, indi düzdür, bunu zarafat kimi deyirəm. Ümid edirəm ki, müəllimlərinizdə heç bir şey, narazıçılığı olmaz. Müəllimlərin də terminləri var, düzdür? Yox, müəllimlərin də sözləri var, ancaq onlara aiddir. Düz otur. Sonra uşaq olanda məktəbdə bizə deyirlər, dilotu yemisiz. Bir, iki, üç, əllər fazla. Sizə deyirlər, öz başım niyə evdə qalmayıb? Sən deyirdilər. Mənim evli qaldı, üstəyəm. Özündə evdə qalıb. Siz yenisiniz. Sözünüzü Açın işlədir. Görürsünüz, mən uşaqlar. Mən bilirsiniz, adətən uşaqlar, əvvəl üç dilindən bilirsiniz, mən müəlliməsiyəm. Mənim bir əsas sözüm budur. Tak. Onda uşaqlar bilir. Mən də sayıram. 1, 2, 3, mən də sayıram uşaqları. Uşaqları çünki sayıram. Əlbəttə. Görürsünüz, uşaqlar, Rus bölməsi, Azərbaycan bölməsi, böyük sinif. Mən gör neçənci də qurtarmışam məktəb. Mən özüm indi dərs deyirəm. Yəni görürsünüz, dəyişmir. Müəllimlərin dediyi sözlər eynidir. Deməli, hər bir insana da ola bilər, hər bir məktəbin özünün görürsünüz, riyaziyyat ana dili, təbiət, idman, bunlar hansı da məktəbə aiddir, məktəb sözünə aiddir. Görürsünüz, bir sözdən, məsələn, məktəbdən bu da çıxdı, bu da çıxdı. Bu sözlər, uşaqlar, hər bir, nətər deyim, insana da ola bilər, hər bir bölməyə də ola bilər, məktəbə, peşəyə aid sözlər terminlərdir. Bugünkü bizim dərsimiz terminlərdir. Bizim bugünkü dərsdəki məqsədimiz, uşaqlar, məqsədi yazmağa yer salmamışam. Bugünkü bizim məqsədimiz sözləri hansı qrupa, bax, belə ayırmaq, hansı qrupa aid olduğunu müəyyənləşdirmək. Yəni, əgər biz dərsimizin axırında bizim qiymətləndirmə meyarlarımız var, uşaqlar, əgər biz dərsin axırında sözləri düzgün ayıra biliriksə qruplara, əgər biliriksə, mən sizə söz edirəm, siz deyirsiniz mənə hansı qrupdur, düzdür uşaqlar? Düzgün ayıra biliriksə, xəttim mənim pisli fikir vermir, düzgün ayıra biliriksə, düzgün tələffüz edə biliriksə, çünki uşaqlar, hər terminə aid sözlər çətindir, düzdür? Özümüzü oxuyanda görəcək. Əgər düzgün deyə biliriksə, düzgün tələffüz eləyə bilirsiniz. Ayırdıq qruplara, düzgün də tələffüz elədik, əla. Ondan qalanlar bizə ibtidai, birinci, ikinci, üçüncü sinifdə verilən bilgilərdir. Ona görə qiymətləndirmə meyarlarına əlavə edəcək. Sözlərin qrammatik cəhətdən düzgün yazılması. Bunu da əlavə edə bilərik. Uşaqlar, sözlərin mənasını ifadə edir. Yəni ki, hansı sözü, hansı mənada olduğunu, nə mənaya gəldiyini, onu da bilirsinizsə, bugün ulduz alın. Ulduz nədir uşaqlar? Ulduz göydə parıldayır. Neyini? Gecəmizə aydınlandır, düzdür? Biz də işıqlı, əla. Biz də ulduz alanda bizim beynimiz işıqlanır, yatırır. Canım, işini alır. Nəsə eləyim, nə eləyim istəməz. Mənim həm həkimdir, həm polisdir. Həm həkiməm, həm polisəm, həm mamayam, həm dərs deyirəm. Həm də problemimiz olanda da gəlirsiniz də. İşiniz belədir. Deməli, uşaqlar, başa düşdünüz dərsimizin məqsədi. Bax, dərsimizin altında yoxlayacaq. Görək, orada qiymətləndirmə meyarlarımıza uyğundur bizim dilimiz. Yaxşı? Aha, malatçı. İndi gəlin sizlə belə eləyək. Burada bizdə 73-cü səhifədə B tapşırığı var. Gördünüz onu? Demişsiniz, eləmişsiniz. Onda gəlin ona başqa tapşırığı deyək. Olar elə biz? Başqası. Ah. Adətən özündən çalışma olan yazırıq çalışma 1. Uşaqlar 0 da yazırlar, mən 1 yazıram. Aha, çalışma 1. Uşaqlar, biz bir böləndə belə deyək də,
kategoriya Azərbaycan dilində də kateqoriyalara böləndə ki, onlara uyğun terminləri tapaq. Burada idman dərsi eşitdim, çox istəyirdim. Düzdür? İdman İngiliz sərfət. Yox, mənə maraqlıdır. İngilis dilində siz ingilis dilində olan sözləri deyəcəksiniz mənə. Hansı terminlər bilirsiniz ingilis dilində? İngilizce'de Onlar ingilis dilində sadəcə sözlər. Başa düşdünüz? O termin deyil. O sadəcə olaraq ingilis dilində sözlər bilirsiniz. Məsələn, Azərbaycanda hardasa gedib bu nədir? Lövhə deyib, bu lövhə məktəbə aid termindir. Bilirsiniz, uşaqlar, hər söz hansısa terminə aiddir. Amma onu deyəndə bilməliyik nəyə aiddir. Məsələn, sən birinci dedin velosiped, o idmana aid ola bilər. Başa düşdün? Yəni, ondan qabaq söz dediyin söz oxumaq, o məktəbə aid ola bilər. Amma sözlərin hamısı ingilis dilində. Başa düşdün, niyə ingilis dilini götürmürük? Gözəl, ağıl, manaqlı. İdmandan sonra nəyə götürə bilərik? Musiqi dərsini götürə bilərik. Atar. Sizin fabrikada dərsiniz var. Təsvir. Təsvirin desədə? İnformatika. İnformatikada yaxşı dərsdir. Rəqəmsal bacarıqlar dərsidir. Aha, əla. İndi gəlin belə eləyək. İdmana kim? Boks kimi bir şey. Futbol. Gəl gəl. Aynen. Fikirləşir. Boks kimi deyəndə boks olar da bizə. Bundan sonra nə olur? Siyah olur. Voleybol. Kim? Basketbol. Basketbol. Bak burada yazırsınız da futbol, basketbol. Yazın. Oradan durup gelsem da. Gerçekten de. Oradan nefret et. Bak yoldaşım. Canım çık gel bana. Basketbol. Elbette. Onu yapıyorsun. İdman hərəkətlərində yazmaqlar. Referi belə bir söz də var. Qırmızı kart, sarı kart. Uşaqlar, gəlin belə bir şey edeyim. Baxın, burada görürsünüz futbol. Futbol kimi yazdım. Adicə futbolda görürsünüz neçə dənə şaxəli terminlər çıxır. Biz sizdən ümumi terminləri götürürük. Yaxşı, onların da bir standart, alt standartlarını götürürük. Fatih, sən nə deyə bilərsən? Gəlin. Qıtı. Yaxşı, gəlin məncə. Yəni idmanın növlərindən çox. İdmanda istifadə hakim. Əla. Sarı kart. Olar sarı kart. Yaxşı, gəlin keçək musiqiyə bildim. İdman çox xoşladığınız bir şeydir. O qədər tapdıq. Orada keta da ola bilər, butsı, nə bilim, but sərcəmləri hamısı aiddir. Formaların adları da var. Kimono. Deyirsən. Vokal. Sən qızım. Not. O nə gözəl sözdür. Kalan. Uyet. Aha, orada skripka açanda o belə çəkəcək. Dirijor, nə gözəl. Simfoniya. Gör, nə qədər söz var. Nə qədər çox bacarıqlar deyil. Algoritm. Türkçe. Sən denə gözəl qız məhəb qaldırmışsan. Megabyte o da ola bilər. Nəsə başqa söz ama deyəsən. Wi-Fi. Gigabyte. Prosesor. Sıçan. Hala. Butuz. Havalısı. Mən görürəm ki, siz maşallah. Başa düşdünüz də nədir onda? Bizim dərsimizin mənası düzdür. Onda gəlin sizlə belə bir şeydir. Dəftərlərinizi açaq. İş dəftərlərini işləməmişəm də özünü işləyirsiniz. Dəftərlərinizi açaq. Gözəl uşaqlarımız.
Ha, yazdınız bugünkü tarifi. Çalışma, evet dedi. Benden işleyirsiniz daire. Çalışma yoktu. Onun çalışma veznedir ben yazırım. Ama şu anda söyle. Hə, başa düşdüm. Çox sağ olun. Onda gəlin belə eləyək. Mənə çox maraqlıdır. Bənd Ç-ni necə eləyəcək? Ç qrupla olan. Ç. Bilmiyorum. Çalışma zaten. Defter yazmışlar. Bəli. Fatih, zəhmət olmasa oxu mənə görüm. Çalışma Ç-də bizdən nə istəyir? İzahların ait olduğu terimleri müəyyənləşdirin. Bu terimlər hansı sahələrə aiddir? Bu terminlər hansı sahələrə aiddir? Gəlin bunu çıxıb kimsə lövhədə eləsin. İstəyirsiniz lövhə? Bəli. Dəstədə lövhədə nə yazılır? Hamısını dəftərdə yazacağız. Gəlin bilirsiniz tapşırıq Ç-ni necə eləyərsiniz də. Deməli, birincini yazırıq. Bizdən soruşurlar. Su ilə qarışdırılmış rəng sulu boya. Bu nədir şu? Akvarel. Sahil tasarımcısı. Birinci deməli sahə hansıdır? Asvar, sınıf, Təsviri incəsənət. İndi akvarel birinci gəldi, düzdür? İndi mən istəyirəm ki, sizi çağıracağım, əlinizi qaldıracaqsınız bir gün. Çıxaracaqsınız daskaya. Oradan üzə 5 dənəsi ya 5 dənə söz yazacaq. Deməli 5 nəfər daskaya çıxacaq. Tamam, şimdi çıxacaq. Olar. Gəl qızım birinci sən. Təsviri incəsənət, akvarel. Sonra nə yaza bilərsən? fon. Fon. Düz rəsmin fonu, molacaq. Mənə istəyirəm sona gəlsin. Ben sonraya bakayım. Sonra güzel bir təsvir incəsinə tayinlər yapacağız. O ya. Evet. Arkasında bir kız oturup. Aynen. Hadi be, bir güzel gel. Buna bakayım. Tamam, istiyorsan da ben yapayım. Gutça, ne güzel. Sen de çıkartalım da. Yaşa özün yazmalı olsun. Çok sağ ol kızım. Bunun kapağı. Çok sağ ol. Çok sağ ol. Şöyle yazmışım. Gel yazsın. Hadi gör ne kadar olur dördüne çıkalım. Bakalım siz Bence karanlık. Yaz rengi kalemler. Karandaşlar. Azerbaycanca karandaş sözü var. Hayır. Var. Bilmeyin arkadaşlar. Ne diyor arkadaşlar? Ne kadar? Devam. Ben şanssız. Rengi karandaş. Evet. Çok sağ olun. Ne kadar oldu? 1, 2, 3, 4. Bir de ne kaldı? Gel kaç. Ben çok yukarıdan yaptım. Üzülürsün. Ben özümde boyum alacağım. Telefon, əla. İkincini kim okuyar mənə? Oxu qaqaşı. Tam ortada bölgüsü her şeyden en formada ölçüsü olmakla simgedir. Simmetriya. Simmetriya nəyə aiddir qaqaşım? Hansı belə deyək, bölməyə, ya deyək, hansı riyaziyyat? Əla. Gəlib simmetriyanı özün yazarsan.
Zəhmət olmasın. Çünki mən tapmadım, sən tapdın. Malaqa. Heç mənim ağlıma elə fikirləşirdim görüm yarıdır, bəndi nədir. Sən simmetriyanı tapdın. Əla. Ona dediyim sənə. Hə. Müəllimə çağırmaqlardır, müəllimə özü hər şeyi görür. Gəl qızım. Aha, sən nə deyə bilərsən? Kəsir. Kəsir olsun. Esmira, gəl. Esmira, tanışın. Elmira. Elmira. Esmira. Nəyə gülürsün? Esmira da gözəl. Hə, məndən əminəm. Gəl Fatih. Fatih, sən nə deyə bilərsən bu səhəndə? Kəsir var, bir başqa bir şey deyil. O qədər terminlərimiz var. Buyurun sizin də nə deyim, riyaziyyatda. Birinci gələndə riyaziyyatda nə öyrənirik? Olsun, amma laf birinci fərqləşən vallahi Bəli. Yazın qardaşım ya. Ne yazabilirsin? Santimetre ne güzel. Əla. Görsə santimetrdə adicə riyaziyyatın ölçü bölmələrinə aiddir, hardakı ölçülər keçilir. Aha, gəl sən üçüncü, oxu görüm orada nədir? O hansısa dərsə aiddir məncə, yox? Yox, texnologiya, yox? Bəli, gəl yaz texnologiya, qaqaşım yaz, əla. Texno yaz, yox, yəni qoy ki, texnologiya, Deməli, texnologiya aid bir sözdür. Texnologiya dərsində işlətdiyimiz bir sözdür. Rəngli kağıt. Birinci sənin yanına qız gəlsin. Qız gəzər. Gəl qızım, texnologiya aid nə yaza bilərsən? Texnologiya dərsində işlətdiyimiz. Texnologiya kitabında da görmürsün də, tək dərsdə işlətdiyimiz deyil ki. Kitablarda da nə var? Kaç plastidin var. Sən gəl qaqaşım, sən yanında oturalım. Gəl. Oğlan. Plastirin bıçağı, o başqa adı var görəsən. Elə bıçaq da yox. Ha, yaz plastirin bıçağı. Ümid edirəm ki, hamısı yazırsınız, söhbət edərsiniz. Səsiniz onun məndən aydın gəlir. Yəni, orada dəqiq eşitirsiniz səsini. Çox sağ olun, çox sağ olun. Baxını mən tara qoydum. Aha, gəl qızım. İndi gəl. Buyur gözəl. Nə gözəl, çox da olsun. Demək ki, 3, 4, olmadı 5 dənə, yox? Nerede 5 oldu. Oldu gəlin 4-cüyə keçək. Axırıncıya görün. Kim gəlməyib, mövqəyədə də bu qısmı heç çıxmayıb. Gəl gözəl. Aha, qarşıya qoyulan məsələni həll etmək üçün vacib olan əməliyyatların adları. İnformatika. Aha, informatika fənnine aid mənə bir termin deyə bilərsən?
Tamam. Elə bildim 8 deyirsən, başa düşmədim. Sərt disk, aha. Əla. Sonra gəl qızım. Sağ qarşıda. Gəl qızım. Tamam, sağda şimdi burada getirdim. Tamam. Sen kalmışsın. Doğru. Sen kalmışsın. Çözümleri açmışsın. Gizlenirsen özlemezler. Aha. Sen gel. Güzel oğlan. Sen de yarışmasın. Ula, elbette çok işledirik. Kaldırarak derim. Aha, əla, çox sağ ol. İndi zəhmət olmasa, mənim üçün öz yerimizdə çalışma D-ni eləyirsiniz. Hə, çeyrək 3 dəqiqədən köçürdəndən sonra bəli, çalışma D-ni özünüz müstəqil, sərbəst eləyirsiniz. Görürsünüz, orada deyiblər 3 termin əlavə edin. 3 termin əlavə edəndən sonra dəftəri bizi mənə yoxlamağa gətir. Razılaşdıq? İndi gəl baxaq. Sinonim, fe'l, samit, şəkil, zərf qoşma. Sən qırmızı ruçkan var. Kompüter, klaviatura, sayt, prosesor, əla. Görsən, hamısını izləyərsən. Bugünkü dərsdə əla iştirak eləmirsən. Sözləri düzgün qruplara böləndə iştirak eləmirsən. Ümumiyyətlə dərsdə fəalidir. Çox sağ ol. Ulduzunu alırsan. Mən də yazam. Xəttim üstü bağışlayasan. Çox sağ ol. Sonra kim yazıb qutarım? Baxın. Heç 3 dəqiqə çəkmədi, sizin sinif yoldaşınız dərsini bitirdi. Aha. Qoyublar, çox sağ ol. Hə, sən də sağ ol. Gedin, əyləşin. Mən yazacağım, deyəcəm sizə. Yaxşı? Çox sağ ol, qaqaşım. Açıq şəkildə bura qoyub qiymətləndirəcəm. Allah, maşallah, nə gözəl, nə gözəl. Sizin sinif yoldaşınız nə boyda yazır? O, nə sözdür. O mənada yox, yəni çoxlu qəşəng yazır. Yəni mənada ki, çox yazır da. O nə deməkdir? O nə sözdür? Heç mən elə söz işlətdim. Əla. Yani Bəli. Zəhmət olmasa gəl bunları payla. Gözəl qızım. Birincini versem. Sən də orada müəllim oldun. Defterinde alırsan herhalde. belki de Ben çoğunu güzel.
dəftərlərinizdə ulduzu gördünüzsə, bu o deməkdir ki, siz bugün sözləri düzgün qruplara ayırmısınız, terminlərin düzgün yerlərini bilirsiniz. Bu kimin dəftəridir? İkiniz də göstər. Baxım qaqaşım. Malacıq, əla. Önemli qalın, düzgün də. Uşaqlar, kim ulduz aldısa, bu o deməkdir ki, bugünkü qiymətləndirmə meyarlarının hamısını düzgün yerinə yetirib. Bu o deməkdir ki, uşaqlar, siz nə eləmişsiniz bugün? Gəlin baxaq. Sözləri düzgün nə eləmişik? Sözləri düzgün qruplara ayırmışıq. Sözləri düzgün tələffüz etmişik. Sözlərin mənasını düzgün ifadə eləmişik. Düzdür, bəzi qrammatik səhvlərimiz olub. Amma əsas sözlərin mənasına və tələffüzünə kökləndiyimiz üçün onlara fikir verməmişik. Amma mən xahiş edirəm ki, yazanda diqqətli olun. Ümid edirəm ki, köçürdən də hamınız dəftərinizə düzgün köçürmüsünüz. Səhvləri görmüsünüz. Kim görüb səhvləri? Yazmada heç kim səhv görmüyor. Ben gördüm. Gəl düzəltə Her yerden yüzdeki olmalı. Belədir ki, orada. Aha, başqa səhv görən yox. Gəl qaqacım. Ya bravo. Mən sizə fikirləşdim ki, sadəcə olaraq partikul mütəxəssis siz səhv görmürsünüz. O nöqtə soram nə? Aha, nöqtələri yazmamışam, üzrlü say. Başqa daha nöqtədən başqa səhv. Aha, şükür. Simmetriyada 2 dənə Simmetriyada 2 dənə bu hərfi var. Çox. Uşaqlar təsviri sənədi qısa yazmışam mən onları. Mən uzatmamışam sözləri. İndi uşaqlar, malacıq, səhvimiz də tapdıq. Qiymətləndirmə meyarlarımıza baxdıq. Bildik bugün nə eləmişik? Bugün nə öyrənmişik? Ərsi qaldı. Onu mən yazmamışım. Dedim də burada oldu. Eyb yox. Olan da o. Mən də sual verdim. Dur ayaqda. Yox, dur ayaqda. Dur. Mən də sual verdim. Ha, nə öyrənmişsən sən bugün qaqaşım? Termin. Terminlər nədir? Hər bir sahəyə uyğun sözlər var. Onlar da termin adlanır. Malaziyet var. Ben de qaydasını dəqiq bilirəm. Ben de sənin kimi görürsüz öyrəndim. Aha. Ancaq elmə aid terminlər, adi belə terminlər. Sahəyə də aid. Peşəyə. İnsana da, даже biz sizdə haqqda dedik ki, müəllimlərə də aid bəzi terminlər var. Qızdır. Hə, öyle olsun. Həm uşağın da uşaqlar, sizin özünüzə məxsus olan şeylər də hansı ki, məsələn, mən deyə bilərəm ki, bütün uşaqlar köçürmək istəyəndə birinci müəllimə bağlı görsün, müəllimə neyir? Bizim ondan başa düşür ki, uşaq köçürmək istəyir. Uşaq köçürmək istəyəndə birinci işi olur ki, axtarı görsün, müəllim gözünə hardadır. Görəndən sonra belə diqqətlə baxmışım, müəllim başa düşür ki, uşaq köçürmək istəyir. Köçürmək istəyəndə bir nöqtəyə odaqlanır, diqqəti cəlbəni sonra götürür. Malaziyet. Əla. İndi sizə belə bir sual verim. Sizcə bugün dərsdə özünüz demirsən məndən, dostlarınızdan birini seçin. Ən yaxşı kim iştirak elədi? Məndən başqa da indi mən əla olayım. Özünüzdən seçin. Mən yox da dostumuz göstərir. Dostdan dərsən. Sizcə ən yaxşı kim iştirak elədi? Kim gəlin birləşək. Kimə yaxşı iştirak edib bugün dərsdə? Paşa. Emin. 15 nəfər hamımızın adı saydın. Bana şuraya Emin, başqa nə? Əlbəttə, uşaqlar küstü. Bugün siz hamımız yaxşı iştirak eləmişsiniz. Mən gördüm ki, bugün hamı əlini qaldırdı. Düzdür, bəzi uşaqlarımız biraz elə bir ki, yatmaq istəyir, durduk hə sonra. İstədiyi son arada durmaq. Amma gəldiyi iştirak edir. Sonra sən başa düşdüyün gözəlir. Terminlər nədir? Gördüm səni çırdaskada yardım, başa düşdüm, ağıllı bala. Bəs özünüzü necə qiymətləndirərsiniz?
İndi siz dəftərlərinizi hamınızı almısınız. Ben bir şey sormak Sizinkini yoxlamadınız. Peki siz verməlisiniz ona. Kim vermişdi? Aha, belə 5 dəqiqə oturun zəhmət olmasa. Mənə qulaq asın, birinci. Dərsdən sonra zəng olanda gətirib qoy, yoxsa. İndi siz nə edirsiniz? Dəftərinizin axırında rəqəmsal bacarıqda yadınızda 3 dənə smaylik olur. Sarı, qırmızı, yaşıl. Aha. Dərs xoşunuza gəldisə, yaşıl, xoşunuza gəlmədisə, qırmızı. Müəllimə bundan daha çox bizə nəsə öyrədə bilərdi fikirləşirsə, sarı qoyursunuz. Sonra seçelim ben. Ben şunu koyar. Evet, şöyle çok. Əlbəttə yaxşı, mən Yok yok bakın uşaqlar. Ben bu kısmı görürsünüz. Kızın yanından, aşağıdan, taraftan. Əsas odur. Dərsimizin qurtardığı sətirdə bir sətir aşağı düşür. Smiley çəkin rəngli. Bak uşaqlar, bu sizin dərsimizdir. Yalnız qurtardı. Onun hakkında 3 tane çəkirsiz. Birini birini küçükünesiz xoşuna gəlməyib dərs. Birini belə də yaxşı da ola bilər. Belə də əla, super, sevindim. Göbəklər bilir. Bəli, bəli, sənin kimi. Acaba. Aha, tutun gəlirəm. Zəhmət olmasın, özüm yaxınlaşıram. Aha, bunu Çok fark edirəm. Takip oturursunuz, gözləyirsiniz, mən sizə yaxınlaşacağam. Bəli, bəli. Kardeşim, işləmə. Ben şunu bırakmayayım. Aynen. Canım, hansı hoşuma gel orada reyler. Bak burada benim gözlerim ısıtsak yaşlı reyler diyoruz. Çıkan kardeşten başka hamınkini yokladım. Sen harika sohbet. Çoklar. Ben de bugün sizin hamımıza hem derse göre çok sağ olun dedim, çok sağ olun saklasın. Hoşuma geldi ders. O hiçbir yerde yazamam telefonları. Gözəl qızım. Özünüzü yaxşı apardı. Yoxlamasam gəliriz. Mən də sizin üçün qəşəng bir dənə smile, burada belə arzulayın. Gəlin gözlərimi ürək edeyim. Mənim də xoşuma gəldi, çox sağ olun. Çox yaxşıydı, hamınız sizdiniz. Malatsı. Gəl özümüzü alqışlayaq. Ötürəm sizi.